Uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bucaq AOB verilib, AOC verilib, COB verilib. Bizdə birinci şərtdə deyir ki, bucaq AOB çıxılsın AOC 27 dərəcədir. Bu bucağa bir alfa deyək, bu bucaq olsun beta, bu bucağa da bir gamma deyək. Və AOB, yəni alfa. Alfa çıxılsın, bucaq AOC, yəni beta, düzdürmü? Çıxılsın beta bərabərdir 27. Və bucaq AOB alfa çıxılsın BOC çıxılsın gamma bərabərdir 21 dərəcə. Hər tərəfi toplasaq 2 alfa çıxılsın beta üstə gəlinsin gamma bərabərdir 48 dərəcə. Və ümumi tam bucaq olduğunu görürəm, düzdürmü? Və alfa üstə gəlinsin, beta üstə gəlinsin gamma 360 dərəcə. Buradan beta üstə gəlinsin gamma var, düzdür? Mən beta üstə gəlinsin gammanın yerinə 360 çıxılsın alfa yaza bilərəm. Düz? Aha. Gətirib davam etsək, yazacağıq 2 alfa çıxılsın 360 çıxılsın alfa bərabərdir 48. Və buradan 2 alfa çıxılsın 360 üstə gəlsin alfa bərabərdir 48-ə. 3 alfa bərabərdir 360 üstə gəlsin 48. Hər tərəfi 3-ə bölsəm. Alfa bərabərdir 120 dərəcə üstə gəlsin 16. Buradan alfanı tapıram 136 dərəcə. Gətirib bizə nə lazımdır? AOB, yəni alfa. AOB-ni tapdıq 136. Üstə gəlsin BOC, yəni gamma. Buradan 136 çıxılsın gamma bərabərdir 21. Buradan gammanı tapıram, çıxsam 115. Aha, vəssalam 115. Bu ikisinin cəmi məndən soruşur, bu deyəcək 251 dərəcə, vəssalam.